Dostlar, necəsiz? Yəqin yaxşı olarsınız uşaqlar. Bu gün də sizlərlə birlikdə Car Simulator-dayıq və Car Simulator-da yeni bir video ilə qarşınızdayım. Uşaqlar, keçən bölüm demişdim ki, istədiyiniz bir maşın varsa Car Simulator-da, o maşını yəni ala bilərəm. Yəni sizin əgər ala bilmirsinizsə mən alım, siz baxın bu formada. Və uşaqlar çox az adam yazmışdı. Az adam deyəndə yəni bir nəfər yazmışdı. Mən də onu sındırmamaq üçün, sındırmaq nə idi? Yəni onun qəlbini qırmamaq üçün həmin o maşını bu videoda alacağam və təkcə bu video ilə qurtarmayacaq. Bu günə də bir dənə PUBG videosu gələcək. Yəni baxarsınız, bilirəm, çox az izlənmələri, amma yenə də baxarsınız. Buralarda qoyacağam o adamın yazısını. Yəqin siz görürsəm, mən indi görmürəm, editləyəndə qoyacağam. Nəysə, BMW M4 istəyibdi, yazıdan da gördüyünüz kimi. BMW M. M yox, amma M. M-indən alar, xeyb olmaz, nəysə. Qardaşımızın qəşəng BMW-sini alaq. Bu şəkildə istədiyiniz maşınları alacağım mən, amma BMW-nin yeri lazımdır. O BMW M4 haradaydı? BMW M4, məncə uşaqlar, bir dəqiqə, burada olmalıdır. Burada olmalıdır məncə. Bir dəqiqə. BMW haradaydı BMW? Ha, bir də burada. M4 səhv eləmirəmsə budur. Progressordur, nədir? 310 min imiş. Alaq, problem yoxdur. Onsa mən də BMW almaq istəyirəm uşaqlar. Onu qəşəng mat rəngli qara eləyəcəm. Bir də çox sürətli eləyəcəm. Bəlkə də bu gün 1 milyonumuzun hamısı qutaracaq. Keçən bölümdə bu maşınımızı almışdıq. Bunu da kamp üçün, yəni qəşəng şəhərisi falan sürmək üçün də belə bir maşındır. Ora-bura gedəndə məsələn bunu sürərəm. Çox sürüşür bu. Bunun dünən paylaşmışdım video. Bunun hər bir şeyini yoxlamışdım. Yəni sürətidir, maksimum speed falan. Bir də T3 motor elədik. UJ 220 sürətlə gedir. Stok vəziyyətdə də 180 gedir. Yəni baxın, burada 220 ilə maksimum sürəti 220-dir. Oldu yəni deyə. Ay da, maşallah, hə. Dayandıq burada. Buradaydı da. Oradadır. Bu maşınımıza onu da vəda eləyirik. Yeni bir maşın alana qədər ancaq o M4 ilə gəzəcəyik. Maşınımız belədir. Əgər bunu da aldığım videoya baxmaq istəyirsinizsə, girib kanaldan baxa bilərsiniz. Bir dəqiqə, bunun kapotunu heç açmamışdıq biz. Açmasaq ondan yaxşı idi. Kapot xoşuma gəlmədi. Kapot deyəndə motorunun dəqiqliyi xoşuma gəlmədi. İndi BMW-də onun hər bir şeyinə baxacağıq, görək necədir. Ayda, charger da qəşəkdir, Dodge Charger. Ayda 500 min deyə. Çox qəşəkdir. Bu Stringer'dir də deyəsən, yoxsa K5-dir. Ha, K5'dir bu. Stringer başqasıdır. Məsələn, bunu da ala bilərik. İnşallah istəsəz bunu ala bilərəm. Gələn bölüm bu neçədir? Bu neçədir bu? Yox, oydu, doğrusu kullandı. Bu kripto oynandı da, bu da doğrusu kullandı. Uşaqlar, onda gələn videoya yazın, bunu mu? Kia K5 mi, Dodge Charger mı? Düz deyirəm da bilmirəm. Yəni əvvəl ağır Dodge-dir də. Hansını alaq? Biri 100 taslaqdır. Taslaq deyilmə çətindir. Biri də 500 mindir. Puldan narahat olmayın, hamısını yığacam. Hansını istəyirsiniz? Yazarsınız yorumlara. Kia K5 mi? K5 qırmızı rəngdədir. Dodge Charger da budur. İndi gəldik əsas məqamımıza. Uşaqlar, buna baxın bir dənə. Gör nə qəşəng durur. Buna baxın. Bunun qiyməti 310 mindir. Gəl bunun da qiyməti 310 mindir. Yəni bunun niyə eyni səviyyədə tuturlar? Mən başım çıxmır da. Ayda biz maşın da almışdıq ha. Bizdə maşın da var idi 120 minə. Biz sonra ben niyə satdıq ki kripto pulu? Qışıt maşın idi. Durduq yerdə aparım satdım mən bunu. Ayda burada 2 dənə burada maşın var. Bu nə tərdir? Bu da çox qəşəngdir 220 minə. Alaram Lexus olmalı da o modeli. Bu da güzel, lazım değil. Biz gəldik BMW-mizə. BMW-mizin birinci kapotunu açırıq. Kapotunu heç açmasaq ondan yaxşıydı. 2 qapılıdır. Bax, xoşuma gəldi. Tıkladım. Qəşəng 2 qapılı da onsa M4-lərin hamısı. Arxa farası belə əladır. Onda uşaqlar xeyirli, uğurlu olsun. Burada yazılmış ya maksimum hız. Maksimumumuz 250. Oba, qəşəng. 250 normal deyil, hətta həddindən artıq yaxşıdır. Bu neçədir? Bu da 250-dir. Bu nə maşındır ki bu 250 ilə gedir? Nəysə, aldıq BMW-mizi, xeyirli uğurlu olsun. 945 min pulumuz qaldı. İndi gedəcəm. Çox da modifiyə yox. Qəşəng bir modifiyə ilə bunu adam eləyəcəm. Disklər çox qəşəng, disklərin heç dəymə fikrim yoxdur. Bir daha maşının içinə baxacağıq. İçi yandırdıq qəşəng. Əla. Oba, bax, əsas çıxollardır.
Əsas oturacaqlarda öz sözün deyil, qəşəngdir. Avtomat yalanında. 2 motordur, dizeldir, yalan. Hə, siqnalına bir də baxaq. Всё, əla siqnaldır şimdi. Bir dənə şey var, səsinə baxacağıq. Motorun səsinə mən sakitdirəm, siz baxın. Səsini alaq. Qəşəng, yaxşıdır. Səsi qəşəng yaxşıdır ha. Qəşəngdir. O nə cümlə idi Allah? Qəşəng yaxşıdır. Hər nəsə, yəni qəşəngdir. Səsi çox yaxşıdır. Bir dənə burada da maksimum speedini yoxlayarıq. 250 yazılmış, biz yenə də özümüz də yoxlayaq. Aha. Ayda polis. Zibil polis. Aha, bir şey tuttu. Vallahi tuttu. Vallahi bir tuttu. Sık. Dəyir də. Bir də uşaqlar xəritəyə baxın. Polislə mənim aramdakı məsafəyə baxın. O sürətlə gəlib mənə dəysəydi var ha. Qurtarmışdı. Çıx. Şükür. Yəni maşın iştirafını oynayırıq da bu dəqiqə. Qəşəng çıx. Çıxanda polis tuta bilmir, onu da deyim. Yəni əgər maşınlarınızın iştirafına getməyini istəmirsinizsə, polisə tutuldusa sırazı menyuya basırsınız, çıxırsınız. Onunsa biz buraya gəlməliyik. Uşaqlar speedini burada da yoxlaya bilərik yəni. Amma buna dəqiq ha, bu sürətdə olacaq. Bunu yəqin ki 320-330 gedəcək sürəti. Bağışlayın. Buna miqalka lazımdır. Həqiqətən miqalka lazımdır. Burada bir dənə yoxlayaq. Aha, 200'ə çıxdı. 250 çıxdı. 250. Gör dirəşdi. Dirəşdi 250. Ay hara keçsən? Ay hara getdi bu? Ay yaxşı. Tələsmə, əsəbləşmə. Şo, onda mən gedirəm ustamızın yanına, Niyaməddin ustamızın yanına. O bu nə adlı? Niyaməddin ustamızın yanına gedirəm. Elə sinində bir gedək də. Qəşəng, aradan qəşəng keçdi, çatdıq mı? Yox, hələ çatmamışıq. Bunu uşaqlar, fikirləşirəm diskləri qalsın. Disklərini biraz da açaram. Açaram deyim, yəni qalınlığı biraz da, təkərləri biraz böyüdərəm. Sonra disklərini də biraz böyüdərəm. Diskləri böyük olsa yaxşı. Biraz da təkərləri əydiksə, plyonka zat şüşəyə əla olacaq. Amma mən istəyirəm ki, bunu ya boz, ya da qara eləyim. Yəni göy falan buna uşaqlar yaraşmayacaq. Gəldik ən çox xərc aparan yerə. Getdik. T3 motor. Uşaqlar, pulum çox gedəcək. Əziyyətlə yığıram mən bunu. Neysə, eyb olmaz. T3 motor eləyəcək. Bəlkə T4 elədim, bilmirəm. T4 də ola bilər. Sizin gözünüzün qabağında. Ay, dədəm var. Yenə. Neyse, onsuz da Opana Games'in bir şeydi. Yenə dediyimə baxmayın, niyə yenə dedim? Çünki keçən bölümdə də o Forgeland'dı, nədir? O maşını, göy maşını alanda da yenə əlim dəymişdi bu Nitro'ya, onu da almışdım. Yenə burada da Nitro aldı. Eyb olmaz da Nitro'muz da olar. Çıxdıq. Çıx da eləmə, dala çıx da. Neyse, oyundan çıxmalı oldum, reklam açılmadı uşaqlar. Buradakı da BMW-nin dörtdür. Bax, bu rəngdə də boz rəngdə də deyə bilərəm əslində. Boz da çox qəşəng durar. Nəysə, təzədən gedək Niyaməddin ustamızın yanına. Onsa yaxın idi da. Buradan. Gəldik. Nitro'da qalmış. Nitro'muzu aldıq etsən. Bunu da almamışıq. Nəysə, T3 motorla uşaq istəyirəm T4 eləyim. Pullu yığaram da 2 saatda oynayıb. O mən təzədən yenə 1 milyon eləyib. Olmaz. Hamısını təzədən T4 eləyək. T4 motor o alınan qalır. Etsəniz ki, sürətli maşın olsun. Onsa sürətlidir, 280 gedir. İndi rahat bir 350'yə çıxacaq. 743 minimiz qaldı, hələ yaxşı qalıbdır, yaxşıdır. Spoiler. Maşının vidini öldürəcək. Belə lap yaxşıdır məncə. Diskiləri necə eləyə bilərik? Dedim, çox açım. Çox açanda da maşın pis olur. Öz kimi qalsın da. Biraz belə eləyə bilərəm. Biraz. Yaxşıdır. Valla diskləri yaxşı. Disklərini heç pul verməyə dəyməz. Biraz təkərlərini əymək istəyirdim. Amma o da drifti çox olacaq. Mənə sürətli maşın lazımdır. Yaxşı ki pulumuz çox qalsın. Çünki bundan miqalka almaq istəyirəm. Bir miqalka belədir. Arxaya. Arxaya da olar. Amma qabağa birinci baxaq. Aşağılara əla durdu. Bir dənə aşağılara məncə bəsdir. Çünki rəng falan da alacaq. Biraz da pul qalsın.
Bu qədər. Yazı. O birisi maşında yazmamışdıq. Karşım qalmışdı. Burada yazırıq ki 20 OP 26. Yaza bilərik. Qəşəng. Onda özümüzdən bir dənə nömrə eləyək. 55 məsələn. B 555. Yazamadı. B 555. Belə duracaq. Nətərdir? Video öldü. Belə hepsi də 20 OP 26. Yəni oyun prosu 2026. Belə lap qəşəngdir. Bir dənə open da böyünə yazsaq. Əla oldu. Nömrəsi də yaxşıdır. Vəsə, getdik rəngə. Rəngin uşaqlar. Özüm seçəcəm. Yenə həmişə kimsə göstərməyəcəm ki, sürpriz olsun. Qabaqda yenə reklam. Uşaqlar, bəlkə də belə oyunun deməyək, mənim oynadığım Car Simulatorda bu günə qədər ən qəşəng düzəltdiyim maşın bəlkə də bu olubdu. Və maşınımız buradaymış. Uşaqlar, nətərdir? Məncə çox qəşəng oldu. Disklərini əslində ağappaq eləmək istəyirdim, yəni parıltılı eləmək istəyirdim. Amma nəsə orada parıltılı görünürdü. Belə olanda, yəni işığa çıxanda qapqara olur. Nəsə belə qəşəngdir. Kənarlarına falan buraları stikerlə falan karparingdən yadımda qalıbsa, stikerlərlə buralarını ağ elədim, buralarına sarı qoydum. Sonra burada bir dənə belə bir şey düz xətt oluşdurdum və bir də ki, miqalkalarla da çox qəşəng görünür uşaqlar. İndi o qaqaş bəyənər bəyənməz, onun üçün düzəltmişdim, amma mən çox bəyəndim, yəni mənim zövqüm belədir. Onda uşaqlar, gedək bir dənə bunun maksimum sürətini də yoxlayaq. Elə burada yoxlaya bilirsə, buradan yoxlayaq. Yox, bura çatmayacaq. Keçək hava limanına yox. Ora biraz balacadır. Orada sürəti tam yoxlaya bilməyəcək. Polis var. Xəritəyə baxın, polis var. Polis olsun da, mənim əsas miqalkam var. Belə eləyək. Gəlin bu yolda yoxlayaq. Bu yolda mən biraz düzəməlli sürə bilsəm, ora-bura vurmadan maksimum sürətini yoxlaya bilərik. Onda başladım buradan yoxlamağa. Aha. Səsi falan da dəyişib da. Səsi belə deyil idi. Bir də dala verib baxar, səsi tam belə deyil idi. Səsi falan dəyişibdi. Ayda, yox, sürəmədim. Eyb olmaz. Qəşəng. Arada da 2 təkər elədik maşını. Onda mən gedim o birisi City 2 tərəfə, City 2-nin yolu var. Bax, o yolda bir dənə yoxluyum. Görüm necədir. Sizə də yəni göstərim. Çatmışıq onsuz da videonu dayandırmağa ehtiyac yoxdur. Yəni qara da deyil. Rəngini biraz tam qərb elədim. Əslində rəngi bozdur. Sadəcə o yer var düzəldilən yer. Rənglərin düzəldildiyi yer. Orada bozdur. Yəni belə çıxanda burada qara kimi görünür. Məncə burada da yəni orada da qəşəngliyini burada da. Orada tam biraz boz kimi görünmüşdü. Diskləri falan da parıltılı bozuydu, amma burada gələndə ikisi də qara göründü. Eyb olmaz. Belə də qəşəngdir. Onu da gəlin burada yoxladıq, getdik. İçəridən sürək. Aha. Onsuz da bayaq deyəsən 250 sürür də, 250-yə qədər çıxırdı. Anji 250-yə qədər rahat çıxa bilir, rahat gedir. 270. Ayda, aha, düzəl, əyala. Sürət 330. Demişdim, gördünüz, 330'a çıxdı. T4 motor qoyduq hamısına, 330. Onda bu yəqin ki T5 motorda, yəni 5-ci motorda bir 350-yə çıxar. T6'yı da taslaklarla da qoysaq, qəşəng 400 çıxar, amma bunu taslak falan verməyə ehtiyac yoxdur. Elə 330'da yaxşıdır. Şəhər içi onsuz da buradan ora sürməyə elə bizə 100 bəsdir, yəni 200 kilometr sürət bəsdir ki, buradan ora çatar. Yəni o qədər sürət eləməyə ehtiyac yox. Sadəcə yarışlarda falan lazım olacaq. O da ki, çox da onlayna girmirəm. Uşaqlar, bilmədim, bəyəndiniz ya bəyənmədiniz. Bəyənmədiyiniz tərəfləri olsa yoruma yazarsınız, düzəldərəm və başqa da istədiyiniz maşın olsa deyərsiniz, onları da alaram. Sağ olun, bugünlük bu qədər. Bay bay.